Azərbaycanda olmaq mənə çox xoş gəldi. Bakı şəhəri həqiqətən çox gözəldir. İlk öncə Nizami küçəsidə deyilən şəhərin ən mərkəzi və həyəcanlı Targovu küçəsinə getdim. Orada çoxlu mağazalar və restoranlar var. İnsanlarla dolu çox şən bir yerdir. Sonra dəniz kənarındakı Bakı bulvarına gəzdim. Hava təmiz və çox gözəl idi. Xəzər dənizinə baxdım. Bulvarda Xalça muzeyinə də getdim. Muzeyin özü zəngin kolleksiyası ilə çox maraqlı idi. Orada qədim Azərbaycan xalçalarını gördüm. Ən çox maraqlandığım yerlərdən biri də tarixi qala divarları içində yerləşən çox köhnə tarixi olan İçəri şəhər oldu. Orada məşhur Qız qalasını gördüm. Onun əfsanəvi tarixi və gözəl mənzərəsi məni təəccübləndirdi. Bakının müasir və gözəl binalarından biri də Heydər Əliyev mərkəzidir. Onun forması dalğalı kimi çox gözəl və maraqlı idi. Orada da gəzib şəkil çəkdirdim. Bakıdan başqa mən yaxınlıqdakı Sumqayıt şəhərinə də getdim. Sumqayıtda dəniz kənarında çox gözəl və təmiz bir bulvar var. Xəzər dənizinə çox yaxın gəldim. Dalğaların səsini dinlədim. Şəhər bağları və yaşıllığı ilə də məni təəccübləndirdi. Bakıya görə ora çox sakit bir yerdir. Ac olanda bir restorana girdim və orada ənənəvi Azərbaycan kababı yedim. Çox ləzzətli idi. Azərbaycan çox varlı və gözəl bir ölkədir. Onun haqqında deyilən isti ürəkli ölkə ifadəsi həqiqətən düzgündür. Mən onun başqa şəhərlərini, Gəncəni, Şəkini, Qəbələni görmək istəyirəm. Bu gün mənə qulaq asdığınız üçün çox sağ olun.